Salam. Bugün 3 Aprel'dir. Həftə sonuna addım-addım yaxınlaşarkən göy üzündəki planetlərin düzülüşü bizə həm məhsuldarlıq, həm də daxili sakitlik vəd edir. Aprel ayının bu bahar havası ruhumuzu təzələyir. Gəlin görək, ulduzlar həftənin bu gözəl günündə bürclərə nələr pıçıldayır. Qoç, 3 Aprel sizin üçün aktivliyin zirvədə olduğu bir gündür. Həftə boyu topladığınız enerjini bugün mühüm işlərin yekunlaşdırılmasına sərf edə bilərsiniz. İş mühitində sürətli qərarlar verməli olacaqsınız, lakin təcrübəniz sizə düzgün yolu göstərəcək. Bugün rəqabətdən qorxmayın, çünki ulduzlar sizin cəsarətinizi dəstəkləyir. Şəxsi münasibətlərdə isə sevdiyiniz insanla gələcək planlar haqqında danışmaq üçün uyğun zamandır. Maddi məsələlərdə kiçik bir sürpriz və ya gözlənilməz bir fürsət qarşınıza çıxa bilər. Sağlamlığınıza gəldikdə baş ağrılarına qarşı diqqətli olun və gün ərzində bol su için. Axşam saatlarını yaxın dostlarınızla keçirmək həftənin yorğunluğunu üzərinizdən atacaq. Özünüzə olan inamınız hər kəsə nümunə olacaq. Unutmayın ki, sizin enerjiniz ətrafınızdakıları da hərəkətə gətirir. Müvəffəqiyyət dolu bir gün sizi gözləyir. Boğa, bugün sizin üçün rahatlıq və estetik zövqlər ön plandadır. 3 Apreldə işlərinizi tələsmədən hüzur içində görmək istəyəcəksiniz. Maddi mövzularda olduqca sabit bir gündür, bəlkə də özünüzə çoxdan istədiyiniz bir hədiyyəni almaq qərarına gələcəksiniz. İş mühitində səmimiyyətiniz və dürüstlüyünüz sayəsində mühüm bir dəstək qazana bilərsiniz. Şəxsi həyatınızda partnyorunuzla birlikdə təbiət qoynunda vaxt keçirmək və ya sadəcə evdə dadlı bir yemək hazırlamaq bağlarınızı gücləndirəcək. Yaradıcılıq qabiliyyətiniz bugün çox yüksəkdir, rəsm çəkmək, musiqi dinləmək və ya bağ-bağça işləri ilə məşğul olmaq ruhunuzu dincəldəcək. Sağlamlığınızda boğaz və boyun nahiyənizi qoruyun. Həyatın kiçik detallarından həzz almağı bacaran buğalar üçün bugün əsl bahar hədiyyəsidir. Hər şey öz axarı ilə və sizin xeyrinizə inkişaf edəcək. Əkizlər, 3 Aprel sizin üçün ünsiyyətin və yeni ideyaların günüdür. Bugün eyni anda bir neçə yerdə olmaq, hər kəslə söhbət etmək istəyə bilərsiniz. Zehniniz o qədər itidir ki, ən qəliz məsələləri belə yumor hissinizlə asanlıqla həll edəcəksiniz. İş yerində yeni bir layihə təklifi ala bilərsiniz və ya mühüm bir toplantıda diqqət mərkəzində olacaqsınız. Sosial həyatınızda canlanma gözlənilir, yeni tanışlıqlar sizə gələcəkdə maraqlı qapılar aça bilər. Maddi məsələlərdə qərarsız qalmayın, məntiqinizə güvənin. Şəxsi münasibətlərdə partnyorunuzla maraqlı bir mövzuda müzakirə aparmaq aranızdakı intellektual bağı gücləndirəcək. Sağlamlığınıza gəldikdə tənəffüs sisteminizə diqqət yetirin və təmiz havada daha çox vaxt keçirin. Həftə sonu planlarınızı bugündən cızmağa başlayın. Çevikliyiniz və hazır cavablığınız ən böyük silahınızdır. Xərçəng, bugün daxili səsiniz hər zamankından daha uca səslə danışır. 3 Apreldə intuisiyanız sizə ən doğru yolu göstərəcək. İş mühitində bəzi dəyişikliklər ola bilər, lakin siz sakitliyinizi qoruyaraq hər şeyə uyğunlaşacaqsınız. Maddi mövzularda ailə büdcəsini planlamaq və gələcək təhlükəsizliyinizi təmin etmək üçün yaxşı gündür. Şəxsi həyatınızda emosional dərinlik axtaracaqsınız, sevdiyiniz insanla səmimi və qəlbən bir söhbət sizə lazım olan ruhsal rahatlığı bəxş edəcək. Bugün evinizdə kiçik bir dəyişiklik etmək və ya ailə üzvləri üçün sürpriz bir axşam hazırlamaq enerjinizi artıracaq. Sağlamlığınızda həzm sisteminə diqqət edin və stressdən uzaq durmağa çalışın. Sizin şəfqətiniz və qayğıkeşliyiniz bugün ətrafınızdakı hər kəsə işıq saçacaq. Özünüzü qorumağı və daxili hüzurunuzu hər şeydən üstün tutmağı unutmayın. Ulduzlar sizin emosional gücünüzü dəstəkləyir. Şir, Aprelin 3-də özünüzü əsl bir kral və ya kraliçadır kimi hiss edəcəksiniz. Bugün liderlik keyfiyyətlərinizi nümayiş etdirmək üçün ideal şərait yaranacaq. İş yerində təqdim etdiyiniz ideyalar rəhbərliyin böyük rəğbətini qazanacaq. Sizin parlaq enerjiniz ətrafınızdakı neqativləri asanlıqla dağıdacaq. Maddi məsələlərdə şanslı bir gündür, bəlkə də köhnə bir investisiyanız meyvəsini verməyə başlayacaq.
Şəxsi münasibətlərdə ehtiras və romantika ön plandadır. Partnyorunuzla birlikdə unudulmaz bir axşam keçirə bilərsiniz. Subay şirlər üçün yeni və cəlbedici bir tanışlıq gözlənilir. Sağlamlığınızda ürək və damar sisteminə diqqət edin, həddindən artıq fiziki yükdən qaçın. Bugün xarici görünüşünüzə xüsusi diqqət yetirmək istəyəcəksiniz. Özünüzü şımartmaq üçün bir salon ziyarəti və ya yeni bir alış-veriş sizə çox yaxşı təsir edəcək. Qız, bugün diqqətiniz tamamilə nizam-intizam və sağlamlıq üzərində olacaq. 3 apreldə işlərinizi mükəmməl şəkildə tamamlamaq və həftənin hesabatını aparmaq üçün əla vaxtdır. Analitik qabiliyyətiniz sayəsində heç kimin görmədiyi detalları fark edəcək və problemləri kökündən həll edəcəksiniz. İş yoldaşlarınız sizin peşəkarlığınıza heyran qalacaq. Maddi mövzularda isə dəqiq siyahılar hazırlamaq sizə ayın qalan hissəsində rahatlıq verəcək. Şəxsi həyatınızda partnyorunuza kiçik, lakin mənalı köməkliklər etmək aranızdakı etibarı artıracaq. Sağlamlıq mövzusunda yeni bir pəhrizə və ya sağlam həyat tərzinə başlamaq üçün bugünkü enerji çox uğurludur. Axşam saatlarında tək qalmaq, mütaliə etmək və ya gələcək həftə üçün planlar qurmaq zehninizi dincəldəcək. Özünüzə qarşı tənqidi olmayın, unutmayın ki, artıq kifayət qədər yaxşı iş görmüsünüz. Tərəzi, aprelin 3-ü sizin üçün harmoniya və gözəllik axtarışı ilə doludur. Bugün iki tərəfli münasibətlərdə yaranan kiçik pürüzləri diplomatik bacarığınızla asanlıqla həll edəcəksiniz. İş mühitində ədaləti təmin etmək və komanda ruhunu qaldırmaq sizin öhdənizə düşə bilər. Sizin estetik zövqünüz bugün hər yerdə özünü göstərəcək, bəlkə də ofisinizi və ya evinizi bəzəmək istəyəcəksiniz. Maddi məsələlərdə tərəfdaşlarınızla məsləhətləşmək faydalı olar. Şəxsi münasibətlərdə romantik və zərif bir atmosfer sizi gözləyir. Sevdiyiniz insanla maraqlı bir tədbirə qatılmaq və ya sənətlə bağlı söhbətlər etmək ruhunuzu canlandıracaq. Sağlamlığınızda bel və böyrək nahiyənizi soyuqdan qoruyun. Həyatın tərəzisində tarazlığı tapmaqda ulduzlar sizə tam dəstək verir. Zərifliyiniz və xeyirxahlığınızla ətrafı işıqlandırmağa davam edin. Əqrəb, bugün sizin üçün gizli həqiqətlərin və dərin araşdırmaların günüdür. 3 apreldə hissiyatınız o qədər güclüdür ki, sanki hər kəsin fikrini oxuyursunuz. İş həyatında mürəkkəb bir layihənin arxa planını araşdırmaq və mühüm bir sirri aşkar etmək imkanınız olacaq. Rəqiblərinizdən bir addım öndəsiniz, çünki strateji düşünməyi bacarırsınız. Maddi mövzularda borc və ya investisiya məsələlərində ehtiyatlı, lakin cəsarətli olun. Şəxsi münasibətlərdə ehtiras artır, partnyorunuzla daxili sirlərinizi bölüşmək bağlarınızı sarsılmaz edəcək. Subay əqrəblər üçün sirli və cazibədar bir qarşılaşma ola bilər. Sağlamlığınıza gəldikdə immunitet sisteminizi gücləndirmək üçün vitaminlərə üstünlük verin. Bugün həm də köhnə və yararsız şeylərdən azad olmaq, həm fiziki, həm də ruhən təmizlənmək üçün əla vaxtdır. Gücünüz daxilinizdədir, ona güvənin və transformasiyadan qorxmayın. Oxatan, aprelin 3-də macəra və öyrənmək arzunuz zirvədə olacaq. Bugün yeni mədəniyyətlər, fəlsəfə və ya xarici dillərlə maraqlanmaq üçün əla vaxtdır. İş mühitində geniş perspektivli düşünmək sizə yeni tərəfdaşlıqlar qazandıra bilər. Optimizminiz və gülüşünüz iş yoldaşlarınızın əhvalını qaldıracaq. Səyahət planları qurmaq və ya uzaqda yaşayan dostlarla əlaqə qurmaq bugün sizə böyük sevinc bəxş edəcək. Maddi məsələlərdə gözlənilməz, lakin xoş bir xəbər ala bilərsiniz. Şəxsi münasibətlərdə partnyorunuzla birlikdə sərbəstliyin dadını çıxarmaq aranızdakı etibarı gücləndirəcək. Sağlamlığınızda qaraciyər və omba nahiyəsinə diqqət edin, aktiv hərəkət və idman enerjinizi doğru yönləndirməyə kömək edəcək. Bugün ulduzlar sizə həyat bir macəradır deyir. Şans sizin tərəfinizdədir, sadəcə hərəkətə keçin. Oğlaq. Bugün sizin üçün iş və karyera hədəflərində mühüm bir zirvəyə çatmaq günüdür. 3 apreldə nümayiş etdirdiyiniz dözümlülük və çalışqanlıq nəticəsində mühüm bir tapşırığı uğurla sonlandıracaqsınız. Rəhbərliyin sizə olan etimadı artacaq və bəlkə də yeni bir vəzifə və ya məsuliyyət haqqında danışılacaq.
Maddi mövzularda isə uzun müddətli investisiyalarınızı yenidən nəzərdən keçirmək üçün yaxşı vaxtdır. Şəxsi həyatınızda biraz daha romantik olmağa, sevdiyiniz insana işdən kənarda bir həyatın olduğunu xatırlatmağa çalışın. Ciddi görkəminizin altındakı o şəfqətli qəlbi göstərməkdən çəkinməyin. Sağlamlıqda sümük və oynaq ağrılarına qarşı diqqətli olun, kalsiyum qəbulunu artırın. Axşam saatlarında gələcək həftənin planlarını cızmaq sizə daxili bir rahatlıq bəxş edəcək. Zəhmətinizin qarşılığını tezliklə görəcəksiniz. Dolça, aprelin 3-ü sizin üçün yaradıcı fikirlər və sosial layihələr günüdür. Bugün qeyri-adi bir ideya ilə hər kəsi təəccübləndirə bilərsiniz. Dostlarınızla və həmfikir olduğunuz insanlarla bir araya gəlmək, gələcəyə dair planlar qurmaq sizə ilham verəcək. İş mühitində texnoloji yenilikləri tətbiq etmək sizə vaxt qazandıracaq. Maddi məsələlərdə isə internet üzərindən və ya yeni bir sahədən gəlir əldə etmək imkanınız ola bilər. Şəxsi münasibətlərdə azadlıq və səmimiyyət ön plandadır. Partnyorunuzla fərqli və maraqlı bir mövzuda söhbət etmək bağlarınızı möhkəmləndirəcək. Sağlamlığınızda qan dövranına və ayaq nahiyənizə diqqət yetirin. Yoga və ya meditasiya daxili balansınızı tapmağa kömək edər. Bugün insanlara yardım etmək və xeyriyyə işləri ilə məşğul olmaq ruhunuzu işıqlandıracaq. Sizin fərqli baxış bucağınız dünyanın ehtiyac duyduğu şeydir. Özünüz olun və fərqliliyinizi qeyd edin. Balıq. Bugün daxili dünyanızın zənginliyi və xəyallarınız sizə yol göstərəcək. 3 apreldə yaradıcılıq qabiliyyətiniz o qədər yüksəkdir ki, hər hansı bir incəsənət nümunəsi yarada və ya yaradıcı bir layihədə parlayacaqsınız. İş mühitində empatiya qurmaq qabiliyyətiniz sayəsində hər kəsin sevimlisinə çevriləcəksiniz. Maddi mövzularda daxili səsinizə güvənin, lakin sənədlərə qol çəkərkən diqqətli olun. Şəxsi münasibətlərdə romantika və şəfqət zirvədədir. Sevdiyiniz insanla ruhsal bir vəhdət içində olduğunuzu hiss edəcəksiniz. Subay balıqlar üçün sirli və duyğulu bir tanışlıq gözlənilir. Sağlamlıqda dərinizə və su qəbuluna diqqət edin. Dəniz kənarında gəzmək və ya su səsi dinləmək sizə müalicəvi təsir edəcək. Bugün başqalarına kömək etmək sizə böyük bir mənəvi zövq verəcək. Kainatın sevgisini qəlbinizdə hiss edin və bu işığı ətrafınızla paylaşın. Hər şey sizin arzuladığınızdan da gözəl olacaq. Və sonda 3 aprel üçün bürclərin vəziyyəti belə idi. Ümid edirəm ki, ulduzların bu mesajları həftə sonu ərəfəsində sizə həm motivasiya, həm də daxili hüzur bəxş etdi. Unutmayın ki, həyatınızın rəssamı siz özünüzsünüz. Sabahın proqnozlarında görüşənədək sevgi ilə qalın.